Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif Küraraz test bankından testlərin izahını verəcəm. Birinci sualdan başlayaq. Hansı toplama əməlində yeni onluq yaranıb? 322-nin üzərinə 213 əlavə edib. 322 üzərinə gəldik 213. 2-nin üzərinə 3 gəlsə 5, 2-nin üzərinə 1 gəlsə 3, 3-ün üzərinə 2 gəlsə edəcək 5. Gördüyümüz kimi burada yeni onluq yaranmamışdır. B variantına baxaq. 372-nin üzərinə 121 əlavə edibdir. 2-nin üzərinə 1 gəlsə 3, 7-nin üzərinə 2 gəlsə 9, 3-ün üzərinə 1 gəlsə 4 edəcək. B variantında da yaranmamışdır. 281-in üzərinə 272 gəlmişdir. 1-in üzərinə 2 gəlsək edəcək 3. 8-in üzərinə 7 gəlsək 15, 5 yazırıq 1 yadda. 2-nin üzərinə 2 gəlsək 4, 1 də yadda 5 etmiş olacaq. Burada yeni yüzlük yarandı. C variantına baxaq. C variantında 237-nin üzərinə 128 gəlibdir. 237 üzərinə gəlirik 128. 7-nin üzərinə 8 gəlsə 15. 5 yazırıq 1 yadda. Gördüyümüz kimi burada yeni onluq yarandı. 3-ün üzərinə 2 gəlsə 5, 1 də yadda 6. 2-nin üzərinə 1 gələndə 3 etmiş olacaq. Doğru cavab olur C variantı. Lalənin 127 muncuğu, Aylinin isə bundan 98 ədəd çox muncuğu var. Aylinin neçə muncuğu var? Lalənin 127 muncuğu varsa, Aylinin muncuğu bundan 98 ədəd çoxdursa, Aylinin muncuğunu tapmaq üçün 127-nin üzərinə 98 gəlirik. 7-nin üzərinə 8 gəlsə 15, 5 yazırıq 1 yadda. 2-nin üzərinə 9 gəlsə 11, 1 də yadda 12, 2 yazırıq 1 yadda. 1-in üzərinə yüzlüyümüz yoxdur, 0 gəlsə 1, 1 də yadda edəcək 2. Aylinin 225 muncuğu olmuş oldu. Evdən məktəbə qədər məsafə 284 metr, məktəbdən kitabxanaya qədər məsafə 196 metrdir. Evdən kitabxanaya qədər məsafə nə qədərdir? Baxın əziz şagirdlər, düşünün ki, evdir. Evdən məktəbə qədər məsafə var. Evdən məktəbə qədər. Bura olsun məktəb. Məktəbdən kitabxanaya qədər olan məsafə. Bu isə olsun kitabxana. Baş hərflərini yazdım. Deyir, evdən məktəbə qədər olan məsafə 284 metrdir. Biz evdən məktəbə getmək üçün 284 metr yol getməliyik. Məktəbdən də kitabxanaya getmək üçün 196 metr yol getməliyik. 196 metr. Bizə deyir ki, evdən kitabxanaya qədər məsafə nə qədərdir? Evdən çıxıb birbaşa kitabxanaya getsək, biz həm 284 metr, həm də 196 metr məsafəni qət etməliyik. 284-ün üzərinə 196 gəlirik. 4-ün üzərinə 6 gəlsək 10, 0 yazırıq 1 yadda. 8-in üzərinə 9 gəlsək 17, 1 də yadda 18, 8, 1 yadda. 2-nin üzərinə 1 gəlsək 3, 1 də yadda 4 etmiş olacaq. Neçə metr etdi? 480 metr etmiş oldu. Ədəd oxuna əsasən A üstə gələk B neçəyə bərabərdir? A 267-dir, B isə 285-dir. Toplayaq. 7-nin üzərinə 5 gəlsə 12, 2, 1 yadda. 6-nın üzərinə 8 gəlsə 14, 1 də yadda 15, 5, 1 yadda. 2-nin üzərinə 2 gəlsə 4, 1 də yadda 5 etmiş olacaq. Edir 552. Doğru cavab olur C variantı. 3 yüzlüyümüz edir 300, 2 onluğumuz 20, 6 təklik ədədi ilə 7 onluğumuz 70, 2 yüzlüyümüz 200, 9 təklik ədədinin cəminə bərabər olan ədədləri tapın. 326-nın üzərinə gəlirik 279-u. 6-nın üzərinə 9 gəlsə 15, 5 yazırıq 1 yadda. 2-nin üzərinə 7 gəlsə 9, 1 də yadda 10, 0 yazırıq 1 yadda. 3-ün üzərinə 2 gəlsək 5, 1 də yadda 6 etmiş olacaq. Doğru cavab olur 605 B variantı. Pərviz 278 qəpik meyvə şirəsinə, 323 qəpik isə südə ödədi. O cəmi neçə qəpik ödədi? 278 qəpik meyvə şirəsi alıbdı. 323 qəpiyə də süd alıb. Cəmi nə qədər pul xərclədiyini tapmaq üçün
Cəmi xəslədir. Bütün ödənişləri toplayırıq. 8-in üzərinə 3 gəlsə 11, 1 yazırıq, 1 yadda. 7-in üzərinə 2 gəlsə 9, 1 də yadda, 10, 0 yazırıq, 1 yadda. 2-nin üzərinə 3 gəlsə 5, 1 də yadda, 6 etmiş olacaq. Cəmi 601 qəpik xərclənmiş olar. Hansı toplama əməlində cəm 600-dən kiçikdir? Bunun üçün nə edirik? Cəmləri tapırıq. 100 ilə 500-ün cəmi 600 edir. 60 ilə 30-un cəmi 90 edir. 690. 8 ilə 7-in cəmi 15 edir. Burada edəcək 690-ın üzərinə 15 gəlsək edəcək 705. 268-in üzərinə 437 gəlsək edəcək burada da 705 edəcək. 705. 326'nın üzərinə 368 gəlsək edəcək 694. 187'nin üzərinə 357 gəlsək burada edəcək 100 ilə 300'ün cəmi 400, 80 ilə 50'nin cəmi 130. 400'ün üzərinə 130 gəlsək 530, 7 ilə 7'nin cəmi edir 14. 530'un üzərinə 14 əlavə etsək edəcək 544. Hansı 600-dən kiçikdir? D variantı 544. Təsvirdəki ədədlərin cəmi neçəyə bərabərdir? Təsvirdə gördüyümüz kimi bizə 2 yüzlük verilib. 1, 2, 3, 4, 5, 6, 7. 7 onluq verilib. 8 təklik. Burada 3 yüzlük, 2 onluq, 6 təklik. 278'in üzərinə 326 əlavə edirik. 8'in üzərinə 6 gəlsə 14, 4 yazırıq 1 yadda. 7'nin üzərinə 2 gəlsə 9, 1 də yadda, 10, 0 yazırıq 1 yadda. 2'nin üzərinə 3 gəlsə 5, 1 də yadda, 6 etmiş olacaq. Doğru cavab olur A variantı. Cəm neçəyə bərabərdir? Baxaq. 4 yüzlük var. 6 onluq, 6 təklik. Yəni edir 466. 1 yüzlük, 5 onluq, 7 təklik. 157. Toplayaq. 6'nın üzərinə 7 gəlsə 13. 3 yazırıq 1 yadda. 6'nın üzərinə 5 gəlsək 11, 1 də yadda 12. 2 yazırıq 1 yadda. 4'ün üzərinə 1 gəlsək 5, 1 də yadda 6 etmiş olacaq. Doğru cavab olur 623 D variantı. Verilənlərə əsasən ifadəsinin qiyməti neçəyə bərabərdir? Baxaq. 3 bucaq olsun 5. 5'in üzərinə 5 gəlsə edir 10. 0 yazırıq 1 yadda. 8. Baxın burada yazıb 2. Düzdürmü? 2 yəni 12. 12'dən 8 çıxsaq qalır 4. Amma biz bura 3 yazırıq. Niyə görə? Çünki bir də yaddamızdan 4 olacaq. 8'in üzərinə 3 gəlsək 11. Bir də yadda 12. 2 yazırıq 1 yadda. 6'nın üzərinə 1 gəlsək 7. Bir də yadda 8 etmiş olacaq. Fiqurların qiymətini yerinə qoyaq. 3 bucaq 5'dir. Kvadrat 3'dür. Digər bucaq isə 8'dir. 5'in üzərinə 3 gəlsək 8. 8'dən 8 çıxsaq 0 edəcək. Doğru cavab olur A variantı. Cəmləri tapmaqla boşluqlara uyğun müqayisə işarəsini yazın. Baxaq. 177'nin üzərinə 233 gəlsək edəcək 410. 328'in üzərinə 126 gəlsək 300 ilə 100'ün cəmi 400'də 20 ilə 20'nin cəmi 2 onluqlar toplasaq edəcək 40. 440. 8 ilə 6'nın cəmi də 14'dür. 440'ın üzərinə 14 gəlsək 454 edər. Uyğun işarə isə olacaq 410 kiçikdir 454'dən. Kiçikdir işarəsi olacaq. Yəni C variantı. Davam edək. Seminarda 424 qadın, 287 kişi iştirak edirdi. 99 nəfər iştirakçı da qoşuldu. Seminarda cəmi neçə iştirakçı oldu? Baxın, 424 qadın var. 287 kişi var. Doğrudurmu? Sonra deyir, əlavə olaraq 99 nəfər də iştirak etdi, qoşuldu. Üzərinə də 99 gəlir. Tapırıq ümumi neçə nəfər var? 4'ün üzərinə 7 gəlsə 11, üzərinə 9 gəlsə 20, 0 yazırıq 2 yadda. 2'nin üzərinə 8 gəlsə 10, üzərinə 9 gəlsə 19, 2 də yadda 21, 1 yazırıq 2 yadda. 4'ün üzərinə 2 gəlsə 6, 2 də yadda 8 etmiş olacaq. Cəmi 810 nəfər iştirak etmiş olar.
Toplama əməllərindən neçəsi doğru həll edilib? Bir qədər tam düşməyib. Baxaq, neçəsi düzgün həll edilibdir? Bir düzgündür. 378'in üzərinə 272 gəlsək, edər 650 etməliydi, 640 yox. 268'in üzərinə 135 gəlsək, burada etməliydi 403. Yanlış verilmiştir. 687'in üzerine 165 gelsək, bu ise bu da yanlış verilmiştir. Burada olmalıydı 852. Toplaya da bilərsiniz. 687'in üzerine 165 gelsək, 2 bir yadda 8'in üzerine 6 gelse 14 bir de yadda 15. 6'ın üzerine 1 gelse 7 bir de yadda 8 etmiş olar. Neçəsi doğru oldu? Biri. Doğru cavab olur A variantı. Rəqəmlərin müxtəlif ən kiçik 3 rəqəmli ədəd ilə 499 ədədinin cəmi neçəyə bərabərdir? Rəqəmlərin müxtəlif olsun və ən kiçik 3 rəqəmli olsun. Biz bilirik ki, ən kiçik 3 rəqəmli 100'dür. Amma bizə şərt verib ki, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli. Rəqəmləri müxtəlif deyirsə 100 götürə bilməliyik. Çünki burada 2 dənə 0 var. Sonra gəlirik 101. 101 götürə bilərikmi? Xeyr. Çünki burada 2 dənə eyni 1 var. 101 də götürə bilmərik. Sonra gələcək 102. 102'nin baxın 1, 0, 2 rəqəmləri müxtəlifdir. 3 rəqəmlidir. Bizdən tək cüt demir. Sadəcə deyir, rəqəmləri müxtəlif. Ən kiçik 3 rəqəmli olacaq 102. 102 ilə 499'un cəmini istəyir bizdən. 2'nin üzerine 9 gelse 11, 1 yadda, 0'ın üzerine 9 gelsek 9, 1 de yadda 10, 0, 1 yadda, 1'in üzerine 4 gelsek 5, 1 de yadda 6 etmiş olacak. Doğru cevap olur B variantı. Ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, cəm necə dəyişər? Baxaq, əvvəlcə dəqiq hesablama aparırıq. Baxın, şərtə diqqət edin. Ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, cəm necə dəyişir? Əvvəlcə gəlin dəqiq hesablamamızı aparaq. 200 ile 200'ün cəmi 470 ile 50'nin cəmidir 120. 400'ün üzerine 120 gelsek 520. 3 ile 8'in cəmidir 11. Burada deyəcək 531 dəqiq hesablamada. Gəlin yuvarlaqlaşdıraq ədədləri yüzlüyə qədər. 273'ü biz yüzlüyə qədər yuvarlaqlaşdırsaq, baxırıq onluğa. Onluğumuz 7 olduğu üçün yüzlük mərtəbəmiz bir vahid artır. Onluq və təkliyin yerinə 0 yazırıq. Yəni 273 yüzlüyə qədər yuvarlaqlaşdıranda 300 edir. 258 yüzlüyə qədər yuvarlaqlaşdırsaq, baxırıq onluq mərtəbəsinə. Onluq mərtəbəsi 5 olduğu üçün yüzlük mərtəbəsi bir vahid artır, olur 3. Onluq və təkliyin yerinə 0 yazmış olaraq. Və bunların cəmini toplasaq, 300'ün üzərinə 300 gəlsək, edir 600. Bizə deyir, ədədi yüzlüyə qədər yuvarlaqlaşdırsaq, cəm necə dəyişər? Baxın, əvvəl 531 idi. Yüzlüyə qədər yuvarlaqlaşdıranda oldu 600. 600'dən 531 çıxsaq, qalır 69. Əvvəl dəqiq hesablamada 531 idi. Yuvarlaqlaşdıranda 600 oldu. Nə oldu? Ədəd böyümüş oldu. Artmış oldu. Nə qədər artmış oldu? 69 vahid 60 oldu. Doğru cevap olur A variantı. Növbəti testimizə baxaq. Səhifə 35'də olan testlərə baxaq. Çiçək 447 manata telefon, 450 manata isə planşet aldı. Neçə manat pul xərclədi? 447 manata telefon alınıb, 450 manata planşet alınıb. Cəmi nə qədər pul xərcləyibdir? Cəmi 897 manat xərcləmiş olar. Doğru cavab olur C variantı. 382 ədədi ilə 382 ədədi ilə 509 ədədinin cəmini tapın. 2'nin üzərinə 9 gəlsə 11, 1 yazırıq bir yadda. 8'in üzərinə 0 gəlsə 8, 1 də yadda 9. 3'ün üzərinə 5 gəlsə 8 edər. Neçə etdi? 891. Doğru cavab olur A variantı. Gülnarənin boyu
157 santimetr. İlkinin boyu isə ondan 18 santimetr çoxdur. İlkinin boyu neçə santimetrdir? Baxın, Gülnarənin boyu 157 santimetrdir. Bizə deyir ki, ilkinin boyu Gülnarənin boyundan 18 santimetr çoxdur. Gülnarənin boyu 157 santimetrdir. İlkinin boyundan 18 santimetr çoxdursa 157'nin üzərinə 18 əlavə edirik. 7'nin üzərinə 8 gəlsə 15. 5 yazırıq 1 yadda. 5'in üzərinə 1 gəlsə 6, bir də yadda 7. Birinin özünü düşürdür aşağı. Nə qədər elədi? 175 santimetr olar. Doğru cevap olacaq B variantı. Ev, məktəb və oyuncaq mağazası eyni yolun üzərindədir. Ev ilə məktəb arasında 253 metr, evdən məktəbə 253 metrdir. Baxın, buradan bura 253 metrdir. Aha. Məktəbdən oyuncaq mağazasına 124 metr məsafədir. Buradan oyuncaq mağazasına 124 metr məsafədir. Evlə oyuncaq mağazası arasındakı məsafə nə qədərdir? Biz evdən çıxıb oyuncaq mağazasına gəlsək nə qədər məsafə getməliyik? Bunun üçün 253'ün üzərinə 124 əlavə edirik. 3'ün üzərinə 4 gəlsək 7, 5'in üzərinə 2 gəlsək 7, 2'nin üzərinə 1 gəlsək 3. 377 metr məsafə edər. 2 onluq, 4 yüzlük, 3 təklik. 2 onluğumuz 20, 4 yüzlüyümüz 400, 3 təkliyimiz 3'dür. Ədədi ilə bu ədədin tərsinin cəminə bərabər olan ədəd neçəyə bərabərdir? Baxırıq, bu ədəd neçədir? 400'ün üzərinə 20 gəlsək, 420 üzərinə 3 gəlsək edir 423. Ədədin tərsi nədir? Yüzlüyün, onluğun, təkliyin yerindəşir. Bunun tərsi edəcək 324. Cəmi 3'ün üzərinə 4 gəlsək 7, 2'nin üzərinə 2 gəlsək 4, 4'ün üzərinə 3 gəlsək 7 etmiş olacaq. Neçədir? 747. Doğru cavab olur B variantı. Sahədən birinci il 186 ton, ikinci il isə bundan 80 ton çox məhsul yığıldı. 2 ildə cəmi neçə ton məhsul yığıldı? Baxın, sahədən birinci il 186 ton məhsul yığılıbdır. Deyir ki, ikinci il demir ha 86 ton. Deyir bundan 86 ton çox. Yəni 186 tondan 80 ton çox. 80 ton çox. 6'nın üzərinə 0 gəlsə 6, 8'in üzərinə 8 gəlsə 16, 6 yazırıq. Bir ya da 1, bir də ya da 2. Aydın olur ki, sahədən birinci il 186 ton yığılıbdır. İkinci il bundan 80 ton çox, yəni 266 ton yığılıbdır. Bizdən soruşmur ikinci il nə qədər yığılıb. Bizə deyir ki, 2 ildə cəmi neçə ton məhsul yığıldı? Birinci il 186 ton yığılmışdır. İkinci ildə 266 ton yığılmışdır. Cəm edəcək 2 bir yadda, 8 üzərinə 6 gəlsə 14 bir yadda, 15 5 bir yadda, 1 üzərinə 2 gəlsə 3 bir yadda 4 etmiş olacaq. Cəmi 452 ton etmiş olar. Davam edək. Akvaryumda 128 mavi, 146 sarı, 53 qırmızı balıq var. Akvaryumda cəmi neçə balıq var? 128 mavidir, 146 sarıdır, 53 də qırmızıdır. Cəmi 8'in üzərinə 6 gəlsək 14, üzərinə 3 gəlsə 17 edəcək. 7 yazırıq bir yadda. 2'nin üzərinə 4 gəlsə 6, üzərinə 5 gəlsə 11, bir də yadda 12, 2 yazırıq bir yadda. 1'in üzərinə 1 gəlsə 2, bir də yadda 3 etmiş olacaq. Edir 327. Doğru cavab olur B variantı. Məktəbdə 426 qız, qızlardan 63 nəfər çox oğlan şagird var. Məktəbdə cəmi neçə şagird var? Hər zaman məsələni oxuyub anlayırıq və ən əsası son suala diqqət edirik. Bizdən nə soruşur? Məktəbdə cəmi şagirdlərin sayını soruşur. Məktəbdə qızların sayı 426'dır. Oğlanların sayı bundan 63 nəfər çoxdur. 426'dan 63 nəfər çox. 6'nın üzərinə 3 gəlsək 9, 2'nin üzərinə 6 gəlsək 8, 4'ün özünü düşürük. Yəni 489 oğlan şagirdi var. Bizə deyir, məktəbdə cəmi neçə şagird var? 426 oğlan var. 426 qız var. 489 oğlan var.
6 üzerine 9 gelse 15, 5 bir yadda. 2 üzerine 8 gelse 10, bir de yadda 11, bir yadda. 4 üzerine 4 gelse 8, bir de yadda 9 etmiş olar. Məktəbdə cəmi 915 şagird olmuş olar. En kiçik 3 rəqəmli tək ədəddən 386 vahid böyük olan ədəd neçəyə bərabərdir? Biz dedik ki, en kiçik 3 rəqəmli ədəd 100'dür. Ama 100 cüt ədəddir. Niyə görə? Çünki sonu 0 ilə bitib. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlərdir. Bizə deyir ki, en kiçik 3 rəqəmli tək ədəddən. En kiçik 3 rəqəmli tək ədəd 101'dir. 386 vahid böyük ədədi soruşursa 101'in üzərinə 386 gəlirik. 1'in üzerine 6 gelsek 7, 0'ın üzerine 8 gelse 8, 1'in üzerine 3 gelse edecek 4. Cem ettiği 487 D variantı. Kitabxanada birinci rəfdə 76, ikinci rəfdə 123, üçüncü rəfdə 382 kitab var. Rəflərdə cəmi neçə kitab var? Birincidə 76, ikincidə 123, üçüncüdə 382 kitab var. Şunu alt-alta yazmaqla toplaya bilərik. 1, 1 yadda. 7'nin üzerine 2 gelse 9, üzerine 8 gelse 17, bir de yadda 18, 8 bir yadda, 1'in üzerine 3 gelse 4, bir de yadda 5 etmiş olar. Cem edeceği 581. Doğru cevap olur A variantı. Seminarda iştirak edenlerin 186'sı kişi, 324'ü qadın, 75'i uşaqdır. Seminarda neçə nəfər iştirak edir? 186 kişi, 324 qadın, 75 uşaq. Cəmi neçə nəfər edir? 6 üzerine 4 gelse 10, üzerine 5 gelse 15, 5 yazırıq bir yadda. 8 üzerine 2 gelse 10, üzerine 7 gelse 17, bir de yadda 18, 8 yazırıq bir yadda. 1'in üzerine 3 gelse 4, bir de yadda 5 edir. Cəmi 585 nəfər iştirak edir. 12-ci tapşırığa baxaq. Dəniz kitabın 168 səhifəsini oxuyub, eyni qədər daha oxusa, kitabın 123 səhifəsi oxunmamış qalar. Kitabın neçə səhifəsi var? Dəniz hazırda kitabın 168 səhifəsini oxuyubdur. Doğrudurmu? Deyir ki, eyni qədər də oxusa, yəni 168 səhifə də oxusa, gəlin görək nə qədər oxunmuş olar. 8'in üzərinə 8 gəlsə 16, 6 yazırıq bir yadda. 6'ın üzərinə 6, 12, bir də yadda 13, 3 yazırıq bir yadda. 1'in üzərinə 1 gəlsə 2, bir də yadda 3. Cəmi 336 səhifə oxumuş olar. Deyir ki, kitabın 123 səhifəsi oxunmamış qalar. Demək, Dəniz kitabın 168 səhifəsini oxuyub. Əlavə 168 səhifə də oxusa, yəni 336 səhifə edəcək və 123 səhifə də oxunmamış qalacaq. Kitabın ümumi səhifəsini soruşur. Əgər 336 səhifəsini oxusa, əlavə olaraq 123 səhifə qalıbsa, kitabın ümumi səhifəsini tapmaq üçün toplayırıq. 6'ın üzərinə 3 gəlsək 9, 3'ün üzərinə 2 gəlsək 5, 3'ün üzərinə 1 gəlsək 4 edir. Edəcək 459. Doğru cevap olur D variantı. 13-cü məsələyə baxaq. Avtomobil birinci gün 186, ikinci gün bundan 60 kilometr çox yol getdi. Avtomobil 2 günə cəmi nə qədər yol getdi? Avtomobil birinci gün 186 kilometr yol gedibdi. İkinci gün bundan, yəni 186'dan 60 kilometr çox gedib. 186'dan 60 kilometr çox gedibsə, 6'ın üzərinə 0 gəlsə 6, 8'in üzərinə 6 gəlsə 14, 4, bir yadda 1, bir də yadda 2. 246 kilometr çox getmiş olacaq. Daha doğrusu 246 kilometr yol getmiş olacaqdı. Demək ki, avtomobil birinci gün 186 kilometr gedibdi. İkinci gün də 246 kilometr yol gedibdi. Bizdən soruşur 2 günə cəmi nə qədər yol getdi? Birinci gün 186, ikinci gün 246. Cəmi toplasaq 432 kilometr yol etmiş olacaq. Doğru cevap olur A variantı. 186'nın üzerine 246 gəlirik. Edəcək 432 kilometr. 14-cü məsələyə baxaq. Filmin birinci seansına 272, ikinci seansına 256, üçüncü seansını isə birinci seansını izləyənlərin sayı qədər izləyici izlədi. Filmi cəmi neçə nəfər izlədi? Baxın, birinci seansda 272 nəfər iştirak edibdi. İkinci seansda 256 nəfər iştirak edibdi. Üçüncü seansda bizə deyir, üçüncü seansda birinci seansı izləyənlərin sayı qədər. Birinci seansı neçə nəfər izləmişdi? 272 nəfər.
Üçüncü seansda o zaman 272 nəfər izləmiş olacaq. Deyir filmi cəmi neçə nəfər izlədi? Cəmi toplayaq. 2-nin üzərinə 6 gəlsə 8, üzərinə 2 gəlsə 10, 0 yazırıq bir yadda. 7-nin üzərinə 5 gəlsə 12, üzərinə 7 gəlsə 19, bir də yadda 20, 0 yazırıq 2 yadda. 3-dən 2-ni toplasaq 6, 2-də yadda 8 etmiş olacaq. Cəmi 800 nəfər izləmiş oldu. Doğru cavab olur D variantı. 15-ci məsələmizə baxaq. 0, 3, 9 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən kiçik 3 rəqəmli cüt ədəd ilə 428 ədədinin cəmi neçəyə bərabərdir? Bizə deyir ki, 0, 3, 9 rəqəmlərin hər birindən bir dəfə istifadə edin. Bir dəfə. Və ən kiçik 3 rəqəmli cüt ədəd düzəldin. Biz bunların hərəsindən bir dəfə istifadə etməklə ən kiçik 3 rəqəmli ədəd düzəlsək və bu ədəd cüt olması üçün sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cütdür. Biz bunun son rəqəmini 0 götürə bilərik. Çünki bizə cüt ədəd deyir. Baxın 3 ilə 9 təkdir. Və ən kiçik 3 rəqəmli dediyi üçün biz bunun yüzlüyünə 3 yazırıq, onluğuna 9 yazırıq. Çünki biz bunun yüzlüyünə 9 yazsaq ədədimiz böyük olar. Bizə deyir ən kiçik 3 rəqəmli. Edəcək 390. 390 ilə 428-in cəmini tapın deyir. 0-ın üzərinə 8 gəlsə 8, 9-un üzərinə 2 gəlsə 11, 1, 1 yadda, 3-ün üzərinə 4 gəlsə 7, bir də yadda 8 etmiş olacaq. Doğru cavab olur B variantı. Bir daha baxaq. İzahlarımız bu qədər əziz şagirdlər. Testin ardını növbəti izahlarda görəcəksiniz.